Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir, baş həkim verilişi efirdədir. Yay aylarında hər kəs daha gümrah, daha fit və sağlam görünmək istəyir. Elə bu səbəbdən də havalar istinən kimi bir çoxumuz tələsik arıqlamaq üçün fərqli pəhrizlərə, qəfil idman proqramlarına başlayırıq. Amma təəssüf ki, qısa müddətdə nəticə almaq istəyərkən bədənimizin hormonal sisteminə, maddələr mübadiləsinə, bəzən düzəlməsi çətin olan zərbələr vururuq. Bəs yay mövsümündə sağlam arıqlamağın elmi və doğru yolları hansılardır? Hormonal balansı pozmadan çəkini necə nizamlamaq olar? Studiyamızın qonağı Referans Poliklinik Nəsimi filialının endokrinoloqu doktor Səlim Əhədovla məhz bu haqda danışacağıq. Xoş gördük doktor. Təşəkkür edirəm verilişimizə gəldiyinizə görə. Çox sağ olun. Və maraqlıdır ümumiyyətlə daha çox insan qış aylarında arıqlamağa meyilli olur, yay aylarında və hansı fəsildə daha rahat başa gəlir bu istənilən arzu? Əslində sual tam yerindədir, həm mövsümə görə yerindədir. İnsanlar əsasən, bəli, yay fəslində daha çox arıqlamağa meyilli olur. Xüsusilə yayda deməyim də artıq yazın əvvəllərində. Çünki arıqlamaqda birinci mərhələ insanlarda, daha çox da qadınlarda görüntüdür. Qış aylarında xüsusilə çəki alındığı üçün qışda yeyilən daha ağır yeməklər hesabına, az olan hərəkət hesabına, daha çox xəmirli yeməklər hesabına və daha kalorili qidalar hesabına istər-istəməz çəki artır. Ümumən insanlarda götürsək, yay-qış arasında adətən fərq olur. 2-5 kiloqram arası fərq ola bilər bu insanın ilkin çəkisindən asılıdır. Bir də metabolizmi zəif olan insanlarda bu daha çox olur. Amma bu fərq artıq maksimal çəkiyə insan, xüsusilə bizim Novruzdan sonra, Novruzun da müəyyən qədər rolu var, yeyilən qidalarda və s. Və nəticədə aprelə, maya insan ciddi mənada yüksək çəki ilə girdiyini görür. Amma paltarlar isə get-gedə yüngülləşdiyi üçün problemləri artıq insan özü də görməyə başlayır. Və bu zamandan başlayaraq artıq insanlar adətən aprel ayından sonra başlayaraq ümumiyyətlə arıqlamaq fikrinə düşürlər. Doktor, əslində çox aktual mövzudur və yay ayları gəlincə dərhal sosial şəbəkələrdə saysız elanlara rast gəlirik. Bir həftəyə 10-15 kilo aşağı düşür çəkiniz. Əgər bizə müraciət etsəz, bizim təklif etdiklərimizdən yararlansaz, həqiqətdirmi 10-15 kilo necə arıqlamaq olar? Açığı deyim, maksimum dərəcədə çalışaraq, yəni rekord olan, xəstəm olaraq söyləyeyim, yəni sırf rekord olaraq bir günə 1 kiloqram üzərində verən xəstəm olub. Amma bu maksimum qidasını kəsərək, özü də kişi idi və gündə hər gün, belə deyim, 2 saata yaxın təxminən idman eləyərək bu şəkildə bir şey vermişdi. Amma bu qısa müddətli bir şeydir. Onun sadəcə müəyyən bir mərcim vardı, nə vardı? Belə bir şeydir. Bir günə təxminən 1,1 kiloqram, 4 gündə 4,1 kiloqram verdiyin xatırlayıram. 4 kiloqram 400 qram verdiyin xatırlayıram. Çox kilolu insandan kilolu insandan 90... Yoxsa məsələn mənim kimi arıqdan? Xeyr, 90 ətrafı çəkisi vardı xatırlayıram, təxmin yadımdadır. Bu olub, yəni söyləyə bilərəm. Amma ümumən götürsək, söhbət sağlam arıqlamadan, söhbət insan bədəninə heç bir zərər vermədən olan arıqlamadan gedirsə, yəni bədən üçün sağlıqdan gedirsə, ümumi olaraq dünyada qəbul olunan normativ ay ərzində 2-4 kiloqram arası verməkdir. Hər gün bu insan 150 kiloqramda olsa, başlanğıc çəkisi. Boyunu söyləmirəm təxminən, amma bu insan 70-80 kiloqram birisi də olsa, aylıq verəcəyi orta hesab budur və dünya üçün norma, orta norma, sağlıqlı norma budur. Yəni həftəyə təxminən yarım 1 kiloqram arası ki, bunu 4-ə vuranda həftəyə bu şəkildə 10 kilo. Bu insan yəqin bir həftə ərzində qətiyyən dilinə heç nə vurmalı deyil ki, 10 kilo, o da yenə də inanmıram ki, 10 kilo arıqlayar. Yəni bir həftəyə maksimum 8 ola bilər mənim hesabıma görə. Bu da pis çıxmasın, aclıq elan edən, ac qalan, özünü pis çıxmasın, əsirlər kimi aparan, əsir düşmüş biri kimi aparan birisi bəlkə bu qədər arıqlayar və çox ağır stres keçirib, streslə birlikdə qidasını kəsən və bəlkə bununla birlikdə çox ağır fiziki işləri görməyə məcbur olan, yenə ağlıma əsirdən başqa bir şey gəlmir. Ancaq bu cür mümkün olar ki, bu da faktiki həyatda mümkünsüzdür. Ümumiyyətlə, aclıq stresi vermədən orqanizmi, yaşatmadan və istərdim fərqi izah edəsiniz. Sağlam arıqlama və həmin aclıq stresini yaşatma.
Fərqləri nədir bunların arasında? Fərqlər nədir? Birincisi, tibb elmində maksimum dərəcədə çalışırıq ki, insanlar aclıq yaşamasınlar. Çünki bir aclıq, ciddi bir aclıq, xüsusilə onu stres kimi yaşayırsa, arxasında ciddi bir toxluğu göstərəcək. Yəni, mən uzun müddət ac qalıram deyən, günortanı yemirəm, səhər yemirəm, gündə bir dəfə yeyirəm, amma kökəlirəm deyən, bugün belə verilişdən qabaq bir xəstə baxdığım xəstə eyni cümlə idi, təxminən 102 kilo, yəni dəqiq yadımdadır çəkisi. Heç nə yemirəm, ancaq axşama doğru yeyir. Gündə bir dəfə yesə də uzun verilən o aclıq stresindən və ya özünə verdiyi aclıq stresindən dolayı axşam yediyim kalori əslində günlük 3 dəfə normal yemək yeməkdən əmələ gələn kaloriylə eyni olur. Və Hətta bəlkə artıqlaması ilə geri qayıdır. Niyə? Özünə hər dəfə ağzına bir şey qoyanda bəhanə eləyə bilir. Gün ərzində heç nə yeməmişəm. Bu da getdi. Çərəz də getdi. Gün ərzində heç nə yeməmişəm. Meyvə də yeyir. Gün ərzində heç nə yeməmişəm. Üstünə şirniyyat da yeyir. Gün ərzində heç nə yeməmişəm. Cümləsi ilə insan özünə rahatca bəhanə qazandıra bilir. Və nəticə də dediyimiz kimi olur. Ona görə də bu birinci məsələ. Bacardığı qədər aclıq stresi verilməməlidir. Amma hə, insan çox rahatdır. Gündə bir dəfə yeyə bilir və rahat olursa, onunla razılaşırıq. Bu bir dəfəni axşama yox, günortaya doğru yeyin. Amma kiməsə də məsləhət görmürəm bir dəfə yeyin. Amma insan özü o tip birisisə başqa məsələ. Bundan heç bir stres yaşamırsa və sonunda bir boşqab yeməklə kifayətlənirsə bu başqa məsələ. Bir də üçüncü qrup var bu aclığa məruz qalan, oruç tutanlar. Onlar da eyni bayaq söylədiyim qrup kimidir. Onlar da öz iradəsi ilə mən bir səhər yedim, bir də axşam yeyəcəm düşüncəsi ilə avtomatik olaraq beyinlərini də rahat tuturlar. İstər-istəməz mədələrini də rahat tuturlar. Yəni sanki mədəyə siqnal göndərir ki, mədə gün batana qədər yemək olmayacaq, rahat ol, məni bir daha narahat eləmə. O zaman məsələ daha rahat olur və bu şəkildə stres yaşanmır. Əks halda bayaq dediyim variant yaşanır. Amma doktor, indi siz dediniz, orucu yada saldınız. Bizim ətrafımızda saysız insanlar var ki, Ramazan ayı gələn kimi sevinirlər ki, mən bəhrələnəcəm. İndi əslində niyyət fərqlidir, Doğru. təəssüf ki. Doğru. Amma o orucu tutur bir ay ərzində və ümumiyyətlə arıqlamır. Bayaq dediyim birinci qrup insandan olur. Niyyəti məhz arıqlamaq olur o orucu tutmaqda. Birinci qrup insanlardan olmuş olur ona görə. Çünki adətən onlar axşam yeyirlər və səhər yemirlər. Sanki bir dəfə yeyəcəm və arıqlayacam düşünürlər. Çox xətalı fikirdir. İkincisi, axşam yedikləri üçün bayaqki bəhanəni özlərinə uyğun görürlər. Gün ərzində heç nə yeməmişəm. Dünən axşamdan bəri heç nə yeməmişəm. Mənə hər şey olar. Meyvə də yeməliyəm, onu da yeməliyəm, bunu da yeməliyəm və miqdara diqqət etmirlər. Nəticədə kalorini alırlar və bu yaşanır. İkincisi, siz deyən məsələ niyyət məsələsi. Bəlkə də niyyətdən dolayı bir şey alırlar, niyyətlərinə uyğun da cavab alırlar deyə bilirik. Yəni niyyətlərin əksi ilə yeyirlər. Ümumiyyətlə, aclıq stresi yaşadırıqsa biz orqanizmimizə və həmin o sürətli pəhrizə otururuqsa nələri itiririk, nələrdən məhrum oluruq? Birincisi, bayaq söylədiyim o 2-4 kiloqram məsələsi sırf dediyi səbəbə görədir. Dediyi səbəbə görə dünyada bu normativ qoyulub ki, insanlıq kəskin şəkildə kalori açığı eləməsin. Çünki kəskin şəkildə kalori açığı edildisə, yəni kalori defisiti çox böyük oldusa, bu o deməkdir ki, bədənə lazım olan bir çox maddələrin də defisiti yaşanmış olacaq. Məsələn, o insan filan yeməyi kəsibsə və ya filan qidalar kəsibsə, o qidaların içində olan maddə məhrum olacaq. Deyək ki, yağda həll olan vitaminlərimiz var. Yəni, loru dildə desək, pini itirməklə bərabər, o digər ona lazım olanları da itirəcək və ya vitamin eksikliyi yaşayacaq və ya mineralını itirəcək və ya mineral eksikliyi yaşayacaq. Adi bir misal, məsələn, yağda həll olan vitaminlər var. Bunlar ancaq yağların içində olur. Başqa heç bir məhsulda olmur və ya çox az miqdarda. Fərq etmir, bu kərə yağıdır, yoxsa duru yağdır? Hər birində fərqli şəkildə, amma bilin ki, bu 4 vitamini biz əsasən, bunlar yağda həll olan vitamin olduğu üçün əsasən yağlı məhsullardan alırıq. Hansılar idi doktor? Təkrar A, D, E və K vitamini. Bunlar içərisində xüsusilə D vitamini çox mühümdür. Digərləri də eyni şəkildə bədəndə öz funksiyaları var hər birinin. Beləliklə, bir insan əgər mən yağı kəsirəm ki, arıqlayım düşüncəsi ilə kəskin şəkildə bir diyetə girirsə, o zaman yağda həll olan vitaminlərin bir müddət sonra bədəndə əksikliyi başlayır və bu əksikliyin o şikayətlərini görmüş olur. Halsızlıq ola bilir, qadındırsa ay başında pozulma ola bilir, saçda problem ola bilir, dəridə problem ola bilir və nəticədə xəstə bir müddət sonra yox, mən həkimə gedim, nə isə düz getmir deyir. Halbuki bunu öncədən etsə, öncədən həkimə getsə və düzgün şəkildə arıqlasa və rasionundakı lazımi şeylərə həkim nəzarəti ilə və ya lazımsa diyetoloq, söhbət düzgün diyetoloqdan gedir, diyetoloq təhsil olan birindən gedir, onu da söyləyim dırnaq arasında. Nəzarətini arıqlasa, əlbəttə daha effektiv olar, daha düzgün olur. Nəzərə alsaq ki, bugün o dırnaq arası diyetoloqların sayı da nə qədərdir?
təəssüf. Və doktor, bizim sponsor məlumatımız olacaq. Ondan sonra söhbətimizi davam etdirəcəyik. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşahidə. Ətraflı məlumat üçün siz Ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Ümumiyyətlə, pasiyent məhz sizi götürək, sizə yaxınlaşır və endokrinoloq olaraq sizdən məsləhət istəyir ki, mən arıqlamaq istəyirəm. Hər hansı bir analizləri verməlidirmi və elə yeri gəlmiş ki, referansda hansı müvafiq analizlər təklif olunur? Əslində doğru buyurdunuz. Bu mövzuda ən doğru variant, ümumiyyətlə dünyada da bütün protokollarda bildirilən variant, bir insanın artıq çəkisi varsa, məsələni estetik və yaxud da istək şeyinə gətirməkdən danışaq, tibbi olaraq, bir insan sağlamdan danışırıq, artıq çəkisi varsa və ya piylənməsi varsa, bunun adını xəstə müxtəlif də qoya bilər. Suyum çoxdur, ödemim var, şişim var, getmir, kimi cümlələr deyə bilər. Az yeyirəm, amma nəsə getmir deyə bilərlər, amma bizdə artıq çəki və piyləmə sözünü demirlər. Biraz bunun verdiyi psixoloji şeylər də var, onu da söyleyeyim başlanğıcda. Həm də psixoloji özünü sakitləşdirirlər. Var, sakitləşdirici olan suyumdur və ya ödemimdir. Mən yağlı deyiləm və ya piyli deyiləm kimi. Girməyim ora, çox insanları narahat eləməmək üçün. Amma bunların hər hansı biri varsa, insan birinci növbədə müraciət edəcək adam endokrinoloqdur. Çünki bədəndəki belə deyim, pi sisteminə, xüsusilə insanın çəki sisteminə nəzarət edən əsas məsələ bədənin hormonlarıdır. Və endokrinoloq da bədənin hormonları məşğul olan insan olduğu üçün bədəndəki bəzi hormonal balansın pozulması, bəzi hormonal dəyişikliklər çəki artımı ilə müşahidə olunur. Ona görə də biz lazım olan birinci mərhələdə xəstəni dinləyirik. Onun indiyə qədər istifadə etdiyi dərmanlar, indiyə qədər keçirdiyi xəstəliklər, şikayətlərinin tipi və digər məsələlər araşdırırıq. Bunları sorğuladıqdan sonra lazım olan analizləri təyin edirik ki, referansda bu mövzuda heç bir problem yoxdur. Bütün analizlərimiz var və bunları dəqiqləşdirdikdən sonra artıq xəstənin problemi həqiqətən hormonaldırmı, bəzi maddələrin defisitidirmi, yoxsa həqiqətən stressə bağlıdırmı, yoxsa həqiqətən çox yeməsinə bağlıdırmı, bəlkə o heç nə yemirəm deyir, amma bunu artıq çıxan cavablara görə biz bilmiş oluruq və yaxud da bir günlük yeyəcəyinizi və ya 3 günlük yeyəcəyinizi bir kağıza yazın, mənə göndərin dedikdə artıq bəlli olur ki, insan arada elə atışdırmalar edir ki, onlar 3-5 atışdırma əslində bir yeməyə əvəz eləmiş olur, amma xəstə onu heç zaman atışdırma yemək kimi qəbul etmir deyə, onları heç gözü də görmür. Amma söylədikdə ki, qəbul etdiyiniz ağızdan girən bütün hər şeyi söyləyin, yazın bura, sudan başqa, o zaman bəlli olur ki, məsələn, çayla birlikdə böyük miqdarda bir şirniyyat istifadə edib, çayla birlikdə böyük miqdarda şokolad istifadə edib, onları heç nə hesab edir, hətta unudur. Biz dedikdən sonra yazmağa başlayır və bəlli olur ki, həqiqətən heç yazan olur ki, gün ərzində mən çörəyə belə qəşəng yağlı yeməyə batırıram. Eləyən yazır, istər-istəməz. Çox məcburi şey də etmirik, amma ciddi bir uyğunsuzluq olanda, xəstənin söylədikləri ilə gördüyümüz cavablar arasında, analiz arasında uyğunsuzluq olanda, o zaman bu şəkildə bir şey istəmiş oluruq və nəticədə artıq hər şey yavaş-yavaş gün üzünə çıxır. Bunları dəyərləndikdən sonra artıq vəziyyətə uyğun olaraq, xəstənin halına uyğun olaraq, yaşına uyğun olaraq, yanaşı xəstəliyinə uyğun olaraq bunun bir diz problemi varmı, özü hərəkət edəcəkmi, günlük aktivliyi olacaqmı, yaş və digər amilləri nəzərə alaraq artıq uyğun bir, belə deyim, çəki vermə yoluna giririk. Doktor, mənim valideynlərim həkim olduğundan bizdə saysız həkimlərlə bağlı tibbi kitablar var idi və xatırlayıram, orada hər hansı bir insanın xəstəlik keçirdəndə orada mütləq şəkildə bir qida rasionu təqdim olunurdu və orada yazılırdı stol 1, stol 2 və s. və ilaxır. Siz köklərə arıqlamaq üçün istərdim burada o sirri paylaşasınız. Məsələn, bir günlük qida rasionunu bizlə paylaşa bilərsinizmi? Bizə baxan tamaşaçılar da bəlkə həmin günün o rasionunu bilib də özlərinə bir həftə ərzində bir rahatlıq verərdilər. Belə deyim də, birinci o stollara toxunum. Onlar Sovet dövründən istifadə olunan, xüsusi adı ilə gedən Pevzner stolları deyilən, müəyyən qrup xəstəliklər qruplaşdırılmışdı və hər xəstəlik qrupu üçün müəyyən bir qida menüsü tərtib olundu. Bu daha çox sanatoriyalar, daha çox kurort yerlərində, müalicəvi yerlərdə insanlara qidaların verilməsi üçün və ya xəstələr xəstəxanada yatdığı zaman onlara qidaların təyin olunması üçün xəstəxana mətbəxi tərəfindən düzgün şəkildə, sırf onun üçün idi əsas. Amma xəstələrə ümumilikdə evdə də buna bacardıq qədər, çünki yeyərək orada görür. Heç o sanatoriyalarda gün ərzində 3 dəfə yeyirdinsə, heç vaxt kökəlmirdin.
O da var bəlkə diqqət olunurdu o mənada sanatoriyada, o kaloriya və s. Birinci məsələ o idi. Yəni xəstəliyinə görə, məsələn deyək bunun mədə xəstəliyi varsa, mədəsini qızıqlandırmayan qidalar var idi orada. Doğru dildə desin. Bu birinci məsələ. İkincisi, bir insan ümumiyyətlə çəkisini verməsi üçün standart bir diyeta yoxdur. Amma o istifadə elədiyi, yəni dünənki istifadə elədiyi ortalama günlüyü nədirsə, həmin miqdarından təxminən bir 30-40% azaltması lazımdır. Qısa desəm, dünən neçə dilim çörək yemişdiniz? 6 dilim yemişdim. 30% nə edir ortalama? 2 dilim. Günlük yediğiniz çörək miqdarını 6-dan 4-ə salın. Birinci məsələ. Digər məsələlər də eyni şəkildə. Dünən nə qədər kompot içmişdiniz? 3 stəkan. Bunu 2-yə ya 1-ə salsaq O da olar. əgər kompot içmişdilərsə, qazlı içkilər deyildirsə. Kompot olmazsa deyək, düşürsünüz tarixin içində, nə isə də, yəni nə olubsa, yəni istifadə elədiyi qidalarda insanlar əslində özləri 30-40%lik təxminən azalma eləsələr, bu ümumilikdə istifadə olunan kalorinin 30-40% azalmasıdır. Və bu nəticədə insanın çəki verməsi üçün ən uyğun, ən ideal və ən uzun müddətli şeydir. Sadəcə bizim insanlarımız çox tələsir, xüsusilə birdən-birə qərar verən, birdən-birə harasa tətilə gedən, birdən-birə dəniz mövsümünün gəldiyini hiss eləyənlər və onlar siz deyən kimi 10 günün içində 10 kilo vermək istəyirəm düşüncəsi ilə həkimə gedir. Bu da effektiv bir vasitədir. Bəzən həkimin söylədiyi şeylərdən də bir narazı olur. Necə, mən bir aya cəmi 4-5 kilo verəcəm. Bəs deyirdilər 10 günə 10 kilo belə və istər-istəməz xəstələrimizin maariflənməsi bunun üçün, əhali maariflənməsi bunun üçün lazımdır. Əslində bu verilişlər də bunun üçün lazımdır və gözəldir. Təəssüf Bu ki, arada onlar təqdirə layiqdir. arzularla xülyaları səhv salırlar. Bəli, Məqsəd yönlü, əgər o arzuya getsələr, nədən də yox. Məsələn, yay ayı iyun ayından başlayır, istilər iyun ayından gəlirsə, bir qədər daha tez, martdan başlasalar. Apreldən Və ümumiyyətlə heç söhbət mövsümdən getmir. Ümumiyyətlə uyğunlaşdırsalar ki, il ərzində sağlam qidalanma nədir və artıq çəkidə indi siz də dediniz, digərləri də dəfələrlə vurğulayıb, hansı fəsadları olur onun. Bəli. İşin əsas o tərəfi də mühümdür. Yəni insanlar düşünsələr ki, bu artıq çəki sadəcə bir estetik problem deyil, bu bir xəstəlikdir. Xüsusilə piylənmə varsa, hansı ki o piylənmə artıq çəkiyə nisbətən çəkinin boya görə daha çox olmasıdır. Yəni body mass dediyimiz bədən kütlə indeksinin 30-un üzərində olmasıdır ki, bu artıq piylənmə sayılır, 25-30 arası artıq çəki sayılır. Buna insanlar xəstəlik kimi yanaşsalar və xronik xəstəlik kimi yanaşsalar, o zaman siz dediyiniz kimi bunu təkcə yaz aylarında düşünmüş olmayacaqlar, hər zaman düşünmüş olacaqlar. Hətta xəstələrə həmişə söylədiyim mühüm bir şey var. Çəki salmaq əsas deyil, saldığınız çəkini saxlamaq əsasdır. Yəni, mən 10 kilo verdim, lap gözəl. İnsanlar bəzən 10 kilo verəndən sonra növbəti bir 10 kilo da vermək istəyirlər, deyək ki, daha söyləyirəm, yox, bu yediğiniz 10 kilo yetərlidir, amma bu 10 kilonu bir il saxlayın, bir il sonra yanıma gələndə həmin kilonun, bugünkü kilonu gələ biləsizmi görün. Gələ biləsizsə, demək ki, bu çəki vermək kimi bir şeydir. Bu daha böyük qəhrəmanlıqdır, bu daha böyük nəticədir söyləyirəm. Xəstələr bunu çox zaman anlamada çətinlik çəkir, amma bütün dünyada əsas prinsip budur. Çəki vermək gözəl bir şey, amma onu saxlamaq, o çempionluq kimi də, yəni çempion olmaq gözəl bir şey, amma çempionu əldə saxlamaq necə çətindirsə, bu da onun kimi, amma əsas da odur. Çox sağ olun, doktor. Sizə və sizin də pasiyentlərə uğur arzu edirəm. Bəli, gözəl görünmək naminə atılan kör-körənə addımlar sağlamlığımızı əlimizdən ala bilər. Unutmayın ki, hər bir bədənin daxili ehtiyacı tamamilə fərqlidir və arıqlamaq ac qalmaq deyil. Bədənimizi doğru şəkildə qidalandırmalıyıq. Studiyamızın qonağı Referans Poliklinik Nəsimi filialının endokrinologu doktor Səlim Əhədovla bu haqda danışdıq. Sağlamlığınızı problem böyümədən vaxtında qoruyun və özünüzə yaxşı baxın. Növbəti həftə baş həkimdə görüşənədək sağ olun və sağlıqla qalın. Və yeri gəlmişkən verilişimizi siz bizim sosial şəbəkələrdən də izləyə bilərsiniz. Həm Facebook platformasından, həm də YouTube platformasından və elə öz fikrinizi də və qarşıda görüşəcəyimiz mövzuları da məhz bizə yaza bilərsiniz. Odur ki, hələlik. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır.